Lazım deyil kimlərsə günahlandırmaq ki, uşaqlıqda belə travmalar yaşadım, uşaqlıqda məni belə öyrədiblər. Sonra başlayırsan günahı, nə bilim, öz dost-tanışının üstünə yıxmağa, müəllimlərin üstünə yıxmağa, həyat yoldaşının üstünə yıxmağa. Sonra bax, uşaqlar məni başa düşmür və həyat belə bir şeydə gedir. Və sən görürsən, şikayət edən insanları, onlar şikayətə dəstək olurlar və onların həyatında həmən o problemlər, həmən o şikayət etdikləri bir şeylər də artır. İnsanlar çox vaxtı ancaq o nəticə haqqında danışırlar, o mənfi nəticə ki, çıxır qarşılarına. Danışırlar və sən görürsən ki, o situasiyadan çıxış yoxdur. Görürsən ki, haradasa bu situasiyada onlar həqiqətən də haqlıdırlar. Nə etmək olardı ki, deyərsən sən. Və həmən situasiyada heç nə eləmək olmazdı. Elə elədiyin bir şey doğrudur. Sadəcə, hansı addımlar və hərəkətlər, yanaşman bu nəticəyə gətirib çıxartdı? Bax, nə vaxt ki, insan bunu araşdırır, nə vaxt ki, insan bunların üzərində işləyir, başa düşür ki, birdən-birə alma ağacı, ya da ki, limon ağacı, ya da ki, başqa bir zəhərli bir hansısa bir ağac, o birdən-birə yetişmir, böyümür. Ona sən hər gün dəstək olursan, onu hər gün sən suluyursan, hansısa öz hərəkətlərindən, əməllərindən, davranışlarından, haradasa haqsızlıq işlədirsənsə, təəccüblənmə əgər sabahsı günü sənin qarşına haqsızlıq çıxır. Həmən situasiyada ola bilər, sən qarşı pis bir iş gördülər, başa düşmədilər, dinləmədilər, haqqını kəsdilər, amma sən orada cavab axtarma, sən cavabı dünənində axtar, cavabı bugünündə axtar. Nəyə mən bu günləri səhv edirəm ki, sabahları mənim qarşıma elə bir şey çıxacaq?